Mənim yoxdur. O kadın familiyasını dedi. Harada yaşayır? Zeynalova Sahlə Ələddin qızı, Göygöl rayonunun Qızılzəkəndi. Mən neçə ildir bilmirəm, neçənci ildən bilmirəm tarixi. Bu sosialı mənə heç rayon vermir. Bakıdan təqdim ediblər, verilir. İndi də bir dəfə məktub göndərdi ki, aliment haqqında, bir də bilmirəm nə haqqında arayış gətir. Arayışı da apardım. İndi də İradə xanım, telefon nömrəsi də var. Bir ay getdim, gəldim, dedilər məzuniyyətləri yoxdur. Orada Məlahət var idi. Sənədləri də Məlahət xanıma verdim. Xahiş elədim ki, mən gedib gələ bilmirəm. Xəstə adamam. Sizdən xahiş deyilən bunu verin. O da dedi, vermişəm. Zəng elədim, soruşdum. İndi də mən məktub göndərib ki, saat düşmür, şəxsi təsərrüfatım var. Mənim evim yox, maşınım yox, iş yerim yox. 55 manatımı, 45 manatımı xəstəliylə pensiya alırlar. Ondan sonra da mənim heç bir yerdən heç bir pul gəlmir. Mənim canım xəstə, heç işləyəsi canım da yoxdur, gedəm işləyəm. Bilmirəm, sizdən xahiş deyirlər, mən köməkliyin. Siz eləyin, siz ya prezidentin qəbuluna gedəcəm, ya Mehriban xanıma. Yəni, bu devləti bu qədər incitmək olmaz. 6 ayını, 4 ayını onlara verib yedirdəndə yaxşı olur, verməyəndə də kəsillər ki, yoxdur. Devlət yoxdur, hökumət yoxdur. Bu dis sahəli, bu kəsdilərin başını oynatırlar, kəsdiliyindən istifadə edirlər. Bəsdir. Sizdən nə istəyirlər, kim istəyir? Bilmirəm, orada biri var idi, gedəcəm yanına. Arvad idi, adı da yadımdadır. Dedi, bizə hörmət elə qoy yazdım. Dedim, nə verərəm? Mən sana ancaq 2 ayını verərəm bu sosial. Mən 6 ayını sana verəmmərəm. Bunu devlət verir. Yazığı gəlir, verir ki, gedin dolanın. Az qazanırsınız, az yiyirsiniz orada. Bax, bu bələdiyyənizdən bir məsləhətləşiniz dedinizmi ki? Yox, deməmişəm. Mən bələdiyyənin üzünü görməmişəm. Kəndsə versə tanıyır. Yox, heç bələdiyyə bizi həvək soruşur ki, adın nədir? Nə işi qalıb bizim bələdiyyə ilə? Kimə günah verir? Antena dediniz burada, nə antena? Bilmirəm, nə ayrılar, nə eləyirlər, mən heç nə bilmirəm. Mənim sosialımı, xahiş deyilən versinlər. Bəlkə mən 3-6 ayda xanlara yol pulu töküb gedib gəlməkdən ölmüşəm. Bəsdir də belə olmaz. Bunu devlət verir. Siz burada nə oyun, nə çöyrüsünüz oturub orada. Vermirlər, incidirlər. Bax, durun gedək, görün. İnsan yerinə qoyub kabinetdən içəri buraxırlar mı adamı? Millətin başını oynatsınlar.